Beş dost Ayxan, Əli, Vaqif, Mərdan və Yusif bir-birinə yay tətilini necə keçirdiklərini danışmaq üçün Mərdan gildə yığışdılar. Dialoq zamanı baxın bu kimi bizə bir arqumentlər verilir və biz bu arqumentlərə əsasən Ayxanın soyadını tapmalıyıq. Deməli biz nə edəcəyik biz burada? Həmin arqumentlərdən istifadə edərək kimin hansı soyada malik olduğunu tapmalıyıq. Baxın buradakı o 4 dənə arqument əsasən kimin hansı soyada malik olduğunu tapırıqsa, biz bunu ən rahat obyekt cədvəlindən istifadə edərək taparıq. Gəlin adları əvvəlcə nə edirik? Alt-alta yazırıq. Ayxan, Əli, Vaqif, Mərdan və Yusif. Daha sonra isə nə edirik? Soyadlarını yazırıq. Soyadlarını yazaq buradan. Deməli, aşağıdan elə variantlardan götürəcəm. Paşayev, daha sonra Babayev, daha sonra Qasımov, biraz sərkəsiz oldu. Daha sonra Əzizov və Səlimov. İndi bunlar içində baxırıq. Arqumentlərə əsasən kimin hansı soyadına malik olduğunu müəyyən edirik. İlk arqumentimizdir. Yusifin sən harada dincəldin Qasımov sualına cavab olaraq Əli bildirdi ki, yayı kənddə babama kömək etdim. Deməli, Yusif Qasımov deyil ki, soruşur Qasımovdan. Deməli, Yusifin soyadı Qasımov deyil. Və buna cavab olaraq Əli bir fikir bildirirsə, deməli, Əli bizə nədir? Əlinin soyadı bizə Qasımovdur. Deməli, nə edirik? Əli üçün digər soyadların hamısının üzərinə minus qoyuruq və eynisini Qasımovda da edirik. Daha sonra isə, üzüldü sayın. Daha sonra isə deyir, Babayev, sən axır ki üzməyi öyrənə bildinmi? Deyə Vaqif soruşur. Deməli, Vaqifin soyadı Babayev deyil. Deməli, Vaqifin soyadı Babayev deyil. Daha sonra deyir ki, özü də necə öyrənə bildim, indi səninlə də Ayxanla da yarışa bilərəm, deyə Babayev cavab verir. Deməli, Babayev Ayxanla yarışırsa, deməli, Ayxanın da soyadı Babayev deyil. Daha sonra görün mən neçə şəkillər kolleksiyası yığmışam deyə Paşayev dostlarının sözünü kəsdi və evdəki şkafın rəfindən böyük bir qovluq çıxararaq onlara göstərdi. Daha sonra deyir ki, hamının, xüsusilə də Əzizov və Ayxanın şəkillər kolleksiyası çox xoşuna gəldi. Belə deyirsə, deməli, Ayxanın soyadı Paşayev deyil. Çünki Paşayev kolleksiyasını göstərir və Ayxanın xoşuna gəlir. Deməli, Ayxanın soyadı Paşayev deyil. Səlimov isə dostlarına topladığı mineral daşları göstərəcəyini vəd etdi, deyir. Aha, indi bunlara əsasən baxsaq. İndi biz buradan görürük ki, Paşayev evdəki rəfdən kolleksiya çıxarırsa və bunlar Mərdangildədirsə, deməli, Mərdanın soyadı Paşayevdir. Nə edirik biz buradan? Mərdanın digərlərinin hamısına minus qoyuruq və buradan görmüş oluruq ki, Yusifin də soyadı Babayevdir. Yusifin soyadı bizdə Babayevdir. Buna uyğun olaraq biz tapdıq və Ayxan və Vaqifə Əzizov və Səlimov soyadları qalır. İndi, burada deyir ki, Əzizov və Ayxan şəkillər kolleksiyası çox xoşuna gəldi. Əzizovun və Ayxanın. Deməli, bunlar ayrı-ayrı insanlarsa, deməli, Ayxanın soyadı Əzizov deyil. Ayxan kim qaldı? Səlimov soyadı qaldı. Vaqifə isə Əzizov soyadı qaldı. Burada nəticədən görürük ki, biz deməli Ayxanın soyadı Səlimov imiş. Zaten bizə sualda da odur, soruşulan. Deyir ki, Ayxanın soyadı nədir? Deməli, G variantındakı Səlimov cavabı bizim uyğun cavabımızdır.